Əli əleyhissalamın haqqında da buyurublar ki, hədisdə, tarixdə var. Kana Ali əleyhissalam yevmən fi hərbi Siffeyn. Əli əleyhissalam Siffeyn müharibəsində müştəğilən bil hərbi vəl qital. Müharibədə məşğul idi, müharibədə idi. Və huvə mə'əzzəlikə beynəs səffeyn yuraqibüş şəms. Baxırdı günəş batmasın, ibadətinin vaxtı keçməsin. İbn Abbas dedi, ya əmirəl müminin, ma hazəl fel, neynirsən bu müharibədə? Nəyə görə günəşə baxırsan? Fəqal, Həzrət buyurdu ki, baxıram ki, namazım qəzaya getməsin. Fəqalə İbn Abbas dedi, və həl hazə vaxtü salat, bu müharibə vaxtı namazın vaxtıdır, sən namazı düşünürsən? Həzrət görün nə buyurdu? Fəqalə Ali əleyhissalam, ma nuqatiluhum innəmə nuqatiluhum aləs-salat. Biz namazı qorumaq üçün bunlarla müharibə edirik. Namaza o qədər əhəmiyyət verir, müharibədir, amma namaz onun üçün əhəmiyyətlidir.